Bismillahirrahmanirrahim. Bugünkü sualımız belədir. Seyidistan ağanın fətvasına əsasən sosial şəbəkələrdə gənc oğlanın qızla danışması harama düşmək qorxusu olduğu üçün caiz sayılmır. Xahiş edirik, bizə izah edəsiniz. Burada qorxulan haram konkret nədir? Cavab belədir. Bu sahələrdəki ünsiyyət çox vaxt naməhrəm kişi və qadın arasında danışıq zamanı qorunması vacib olan ciddiyyət, ədəb və ləyaqət çərçivəsindən çıxmağa, hər iki tərəfin instinktlərinin, şəhvani hisslərinin oyanmasına və nəticədə tərəflərin başlanğıcda heç gözləmədiyi digər haramlara yol açmasına səbəb olur. Bu növ ictimai əlaqələri müşahidə edənlər bu həqiqəti aydın şəkildə bilirlər və görürlər. Allah təbarək və Teala hər birimizi harama düşməkdən qorusun. Elhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.